Yeşaya 46-cı fəsil. Bel Allahı diz çöktü. Nevo Allahı əyildi. Babilin bütləri heyvanlara, öküzlərə yükləndi. Daşınan əşyalar heyvanlara ağır yük oldu. Onlar birgə əyildilər, diz çöktülər. Yük oldular, bundan qurtula bilməyib əsirliyə aparıldılar. Qulaq asın mənə, ey Yaqub nəsli. Ey bütün İsrail nəslinin sağ qalanları. Anadan olandan sizi aparıram. Bətindən çıxandan sizi daşıyıram. Siz qocalanacan mən oyam, saçlarınıza dən düşənəcən mən sizi aparacağam. Sizi mən yaratdım, mən daşıyacağam. Bəli, mən sizi aparacağam və xilas eləyəcəyəm. Məni kimə bənzədəcəksiniz, kimə oxşadacaqsınız, kimlə müqayisə eləyəcəksiniz ki, biz oxşar olaq? Kimsə pul kisəsindən qızıl çıxarır, tərəzidə gümüş çəkir, bu puldan zərgərə büt düzəltdirir, sonra önündə yerə sərilib səcdə eləyir. Onu çiyinlərinə yükləyib daşıyırlar, yerinə qoyurlar. Beləcə büt durur, yerindən tərpənmir. Ona yalvarırlar, o cavab vermir, heç bir bəladan qurtarmır. Ey üsyankar insanlar, bunu xatırlayın. Mərd olun, yadınızdan çıxarmayın. Qədimdən bəri olan hadisələri xatırlayın. Çünki Allah mənəm, başqası yoxdur. Mənəm Allah, mənə bənzəri yoxdur. Axırı əvvəldən baş verməmiş hadisələri əzəldən bildirən, niyyətim baş tutacaq, istədiyim hər şeyi eləyəcəyəm deyən mənəm. Şərqdən bir yırtıcı quşu, uzaq diyardan niyyətimi yerinə yetirən adamı çağıran mənəm. Mən bunları dedim, mütləq yerinə yetirəcəyəm. Mən niyyət eləmişəm, bunu icra eləyəcəyəm. Ey salihlikdən uzaq olan dikbaş insanlar, məni dinləyin. Salihliyiniz yaxındır, uzaq deyil. Qurtuluşum ləngiməyəcək, Siyona xilası, İsrailə izzətimi bəxş eləyəcəyəm.